bugün iğne atsan yerə değmez. Tam olarak milli gimnastik arenası doludur. Bu da təsadüfi değil çünkü milli komandamız meydanda olacak bir qədər sonra. Beləliklə, hər iki komandanın futbolçuları artıq meydana daxil olur. Milli komandamız bugün ağ geyimdə oynayacaq. Mavritaniya komandası isə sarı geyimdə mübarizə aparacaq. Və azarkeşlərin alqışları təbii ki milli komandamızadır. Bugün hətta heç-heçə belə komandamızı qrup qalibi kimi növbəti mərhələyə çıxaracaq. Çünki top fərqində biz digər rəqiblərimizdən öndəyik. Azərbaycan millisi 4 xalla birinci yerdədir. Mavritaniya eyni xalla ikinci pillədə qərarlaşıb. Bəhreyn komandasında 4 xalı var. Onlar üçüncü yerdədir. Sloveniya komandasında isə cəmi 1 xalı var. Beləliklə, komandalar artıq meydandadır və bir qədər sonra hər iki ölkənin dövlət himləri səslənəcək. İndi isə Azərbaycan Respublikasının dövlət himni. And now, the national anthem of Azerbaijan. Beləcə, hər iki ölkənin dövlət himləri səsləndir, hörmətli tamaşaçılar və qrupdakı vəziyyətə diqqət yetiririk. Mavritaniya və Azərbaycan birinci, ikinci pillələrdə top fərqində Mavritaniya komandasının üstünlüyü var. Bəhreyn və Sloveniya sonraki pillələrdədir. Və əslində heç-heç də bizə sərf edir, ancaq inanırıq ki, bu görüşdə milli komandamız qələbə ilə azarkeşlərimizi sevindirəcək. Və beləliklə keçirik heyətlərə. Mavritaniya komandası 1. Brahim Silla Galkiper 2, Horoen Barka 3, Bakrin Yark 4, Ahmet Adreyimiz 5, Betağ Verzek 6, Rajil Baba 7, Mustafa Soyidi 8, Muhammed Bakayoko 9, Ahmet Taleb 10, Muhammed Ketibuç 11, Luqman Musa 12,
Sagran Diyara daha bir qapçı, kapitan 17 Muhammed El-İd, 19 İbrahim Yargueva və 20 Muhammed Deva. Azərbaycan milli komandasının heyəti ekranlarınızda da qeyd edim ki, Mauritaniya komandasının baş məşqçisi Abdul Faldır. Milli komandamızın heyətini diqqətinizə çatdıraq. 1 Vəli Qafarov qalkiperimiz, 3 Müseyib Vəliyev, 7 Ramiz Çovdarov. Hal-hazırda hakimlər ekranlarınızda da Aleksandr Vangelov bu görüşün əsas hakimidir. Slovakiyalı Ales Müller ikinci hakimdir. 3 Müseyib Vəliyev, 7 Ramiz Çovdarov oynayır komandamızda. 10 Elvin Əlizadə komandamızın kapitanı, 11 Samir Həmzəyev, 12 Ağa Seyid Qasımov. Daha bir qalkiperimiz 14 Talih Babayev, 15 Mir Mehdi Rızayev, 16 Kamran Qurbətov, 17 Yüsal İsayev, 19 Təmkin Xəlilzadə, 20 Məhəmməd Xəlilov, 23 Rəvan Kərimov, 39 Xətay Bağırov, 42 Kamran Abdullazadə, 77 Mir Kamil Əliyev və 95 Eşkin Tağıyev oynayır milli komandamızda. Baş məşqçimiz Elşad Quliyevdir. Beləliklə artıq son hazırlıqlar gedir oyunun başlaması üçün. Millimizin futbolçuları qələbə andı içdilər. Hamı bir nəfər kimi. Bu oyunda təbii ki, hamı qələbəyə köklənib. Həm futbolçularımız, həm tamaşaçılar, həm azarkeşlər. Bir sözdə hamımız milli komandamızdan bugün qələbə gözləyirik. Qoy qələbə qazanaq və qrup liderliyini qələbə ilə qazanaq. Start 5-likdə hansı futbolçularımız oynayacaq bir qədər sonra biləcəyik. Möhtəşəm atmosfer var doğrudan da bugün milli gimnastik arenasında. Azərbaycan bayraqları ilə, müxtəlif pankartlarla, şüarlarla komandamıza dəstək olur. Azarkeşlər. Beləliklə start heyətimizdə Elvin Əlizadə kapitan, qapçı Ağa Seyid Qasımov, Eşkin Tağıyev, eyni zamanda Ramiz Çovdarov, Mir Mehdi Rızayev oynayacaqlar və Təmkin Xəlilzadə təbii ki. Hər şey hazırdır artıq maçın başlaması üçün. Ağa Seyid Qasımov, Müseyib Vəliyev, Ramiz Çovdarov, Elvin Əlizadə, Mir Mehdi Rızayev və Təmkin Xəlilzadə start heyətimizdə oynayan futbolçularımızdır. Və beləliklə oyun başladı. Uğurlar millimizə. Kapitan topladı. İlk zərbə gəlir komandamızdan. Mir Mehdi Rızayev top qapının yanından keçdi. Dərhal komandamız hücuma atılır. Mir Mehdi Rızayev Bəhreynlə qarşılaşmada komandamızın yeganə qolunun müəllifi olmuşdu bu futbolçu Elvin Əlizadə. Təmkin Xəlilzadə rəqib futbolçu ilə mübarizə apardı. Batek Verzek qüvvətli zərbə ilə top irəliyə doğru vurdu. İbrahim Silla və Abdu Sambafol ekranlarınıza gəlir. Mauritaniya komandasının baş məşqçisi Elvin Əlizadə kapitan topladı. Yüsal İsayev təmkinlə oynayır. Elvin. Yenidən kapitanımız topladı. Mərkəz xəttdə çox da pressing tətbiq edir Mauritaniya futbolçuları. Yenidən təmkinlə oynadı Elvin Əlizadə. Yaxşı ötürmə Vüsal İsayevə. Vüsal İsayev bir qədər ötürməsi dəqiq olmadı. Mauritaniya komandası əks hücum təşkil etməyə çalışır. İmkan vermir Əhsən. Əla oynadı kapitanımız Elvin Əlizadə. Özü irəliləyir. İtirdi topu. Mauritaniyanın hücumu. İbrahim Yargove irəliləyirdi. Ona mane oldular futbolçularımız. Və topun yan xəttdən Vüsal İsayev oyuna daxil edir. Ağa Seyid Qasımov start heyətində ilk qarşılaşmada da Bəhreynlə oyunda da start heyətində başlamışdı bu qapçımız. Bu görüşdə də baş məşqçi Elşad Quliyev məhz onunla başlamağa lazım bildi.
Amma növbə ilə demək olar ki, heyətdə olan bütün futbolçularımız, Sloveniya ilə oyunda da belə oldu. Bütün futbolçularımız meydanda oldular. Yəqin ki, bəli, mini futbol çox dinamik bir idman növüdür. Burada start heyətləri tez-tez dəyişilir. Yəqin ki, bugünkü qarşılaşmada da oyunun gedişatından asılı olaraq Elşad Quliyev bütün futbolçularımıza oynamaq imkanı yaradacaq. Vüsal İsayev. Yenidən kapitanımızdan topu qəbul etdi. Hələ ki, mərkəz və sağ cinahı daha çox üstünlük verir. Komandamız hücum qurarkən Təmkin Xəlilzadə küncdən zərbə işarə edir hakim. İndi komandamız ilk künc zərbəsini yerinə yetirəcək bu qarşılaşmada. Təmkin topladı. Geriyə oynayır Elvin Əlizadə. Vüsal İsayev boş mövqeydədir, top istəyirdi. Elvin hələ ki dayandı. Tələsmir kapitanımız. Vüsal İsayev. Möhtəşəm dəstək davam edir Milli Gimnastika arenasında. Əlavə gücdür, əlavə qüvvədir sanki milli komandamız üçün. Bu dəstək. Qapıya doğru zərbə. Top qapının yanından keçdi bir Mehdi Rızayev. Yaxşı qurulan bir hücum idi. Komanda yoldaşları onu zərbə mövqeyinə çıxartdı bir Mehdi Rızayev. Ancaq onun zərbəsi o qədər də istədiyi kimi alınmadı. 4-cü dəqiqə gedir Azərbaycan-Mavritaniya qarşılaşmasında. Hesab açılmayıb, üstünlük təbii ki milli komandamızın tərəfindədir. Hücuma başlayarkən səhvə yol verdi Mavritaniyalılar. Raji Baba topu düzgün istiqamətləndirmədi. Vüsal İsayev topu yan xəttdən oyuna daxil etdi. Elvin Əlizadə. Yenidən kapitanımız əsas hücum quran oyunçumuzdur. Təmkinlə oynadı. Bir qədər bərk ötürüldü top. Hər şey qaydasındadır. Elvin komanda yoldaşlarını narahat olmamağa çağırdı. Seyid Qasımov, daha sonra Vüsal İsayev. Vüsal İsayev təmkinlə oynayır. Bir cinahdan digər cinaha hücumlar qururuq. 50 oyun var və penalti! 50 oyun var idi Mavritaniya komandasının futbolçusundan. 50 oyun. Və penalti nöqtəsini göstərdi əslində hakim. VAR da danışdı orada. Çünki əlaqəni yaradıb VAR hakimləri ilə. Hələ ki vəziyyətə deyəsən baxılır. İncelənəcək. Amma yerə yıxılan məqamda top rəqib futbolçunun əlinə dəymişdi. Bir daha təkrarı izləsəydik yaxşı olardı. Rejissorlarımızdan xahiş edək o məqamı bizə bir daha göstərsinlər. Həmin hücum zamanı topun Mavritaniyalı futbolçunun əlinə dəydiyi epizod. VAR-a baxacaq hakim. VAR görüntüsünə baxıb son qərarı verəcək Vangelov Bolqarıstanlı referi. Biz isə təkrarı izləyirik. Bəli, yeri yıxılan məqamda tam yerdə deyildi, top əlinə dəydi Mavritaniyalı futbolçunun. İndi əsas qərar hakim tərəfindən veriləcək bu epizodla bağlı. İndi biz penaltini yerinə yetirəcək, yoxsa yox? Hər şey Bolqarıstanlı referinin verəcəyi qərardan asılıdır. Diqqətlə baxır. VAR monitoru vasitəsilə ləğv elədi. Vermədi penalti qərarını. Vangelov VAR-a baxdıqdan sonra təbii ki, uğultu səsləri azarkeşlərdəndir. Amma azarkeşlər, fanatlar penalti gözləyirdi bu məqamda. Ancaq hakim VAR-a baxdıqdan sonra qərarı ləğv etdi. Mavritaniya komandası oyuna başlayır. Uzun ötürmə irəliyə doğru. Seyid Qasımovun nəzarəti ilə top meydandan çıxdı. Bəli, start heyətdə dəyişikliklər var indi milli komandamızda. Rəvan Kərimov, Xətai Bağırov, Mirkamil Əliyev.
Talih Babayev. Və eləcə də Ramiz Çovdarov meydana daxil oldular. Talih Babayev Ramiz Çovdarovla oynuyor. Rəvan Kərimov, Rəvan Kərimovun zərbəsi, qapıcı yaxşı oynuyor. Təkrar zərbə olacaqmı? Daha bir zərbə top qapının üstündən açdı. Dərhal meydana daxil olan kimi Rəvan Kərimov təhlükəli bir epizodla yadda qalır. İzləyirik epizodun təkrarını və Mavritaniya komandasının qapıcısı İbrahim Silla bu epizodda səhvə yol vermədi. İndi isə Seyid Qasımov yaxşı oynuyor. Mavritaniya futbolçuları topu yan xətdən oyuna daxil etdilər. İbrahim Silla qazanırıq topu. Təhlükəli hücum təşkil etmiyorlar. Ramiz Çovdarov irəliləməyə çalışır. Ancaq keçə bilmədi. Keçdi daha doğrusu, ancaq top meydana tərk edir. Ramiz Çovdarov milli komandamızın aparıcı futbolçularından biridir. Bəhreynlə ilk qarşılaşmada da meydanda ən yaxşılardan biriydi Ramiz Çovdarov. Top milli komandamızdadır. Kamil Əliyev top itirdi. Mavritaniyanın hücumu. Lakin yenə mərkəzdə çox yaxşı qarşılayır futbolçularımız rəqib komandanın oyuncularına. Hakim bu epizodda təhlükəli oyun qeydə aldı və milli komandamızın lehinə cərimə zərbəsini təyin etdi. Top futbolçularımızdadır. Kamil Əliyev, Talih Babayev, Ramiz Çovdarov. Belə tərzdə yenə hücumlarımızı qurmağa çalışır. Rəvan Kərimov yenə zərbə vurmaq istədi. Top qarşısındakı futbolçuya deyərək meydandan çıxır. Bu Betah Verzeg idi. Mavritaniya komandasının 5 nömrəli futbolçusu. 50 oyun var idi məncə bu epizodda da, ancaq hakim görüşü davam etdirir. Betah Verzeg, İbrahim Silla, Rəvan Kərimov qarşılayır. Çovdarov. Kamil Əliyev. Uzaqdan zərbə. Kamil Əliyevin zərbəsi yaxşı alınmadı. Bu anlarda, bu dəqiqələrdə üstünlük tam olaraq milli komandamızın tərəfindədir. Hücumlar ard-arda gəlir futbolçularımızdan. İstər uzaqdan zərbələr olsun, istər və indi adi bir epizodda Mavritaniya komandasının qapıcısı səhvə yol verdi. İbrahim Silla topu ayağından buraxdı. Komandamız gücdən zərbə yerinə yetirəcək. Bəli, istər standart vəziyyətlər olsun, istər adi ustalarla qurulan hücumlar olsun, istər uzaqdan zərbələr olsun. Hamısını sınayırlar futbolçularımız. Rəvan Kərimov, hakim saxladı bu epizodda oyunu və topu rəqib komandanın futbolçusuna verdi. Səncə güc zərbəsinin düzgün yerinə yetirməməsinə görə saxlamışdı bu epizodda oyunu. Bəli, start heyət yenidən meydana qayıdır. İkinci beşlik meydandan çıxdı və start heyətimiz yenidən oyundadır. Elvin Əlizadə. Təmkin Xəlilzadə səndə götürmə etmək istəyirdi. Cəhdi alınmadı. Öz komanda yoldaşından da üzr istəyir bu epizoda görə. İbrahim Silla. Adətən fikir verirsinizsə, Mavritaniyalılar hücumları uzun ötürmələr üzərində qururlar. Fikir verirsinizsə, irəlidə onların iki əsas hücumçusu qərarlaşır və onlara uzun ötürmələrlə təhlükəli vəziyyətlər yaratmaq istəyirlər ki, komandamızın müdafiə xətti bu imkanı onlara verməyib. İnanır ki, elə bundan sonra da belə olacaq. Vüsal İsayev, Elvin Əlizadə, yenidən İsayevdə oynayır. İsayevin zərbəsi top Mavritaniyalılar futbolçulardan geri qayıdır. Seyid Qasımov. Eşkin Tağıyev ötürmə vermək istəyirdi. 2 Mavritaniyalı futbolçu var idi qarşısında. İsayev.
Kapitanımız topladı. Ağaseyid Qasımovla oynayır. Təmkin Xəlilzadəyə ötürdü topu Qasımov. Yenidən Elvin Əlizadə. Rəqib səhvə yol verir. Təmkin Xəlilzadə topladı. İstifadə etmək olar və yaxşı ötürülmüşdü son anda. Orada öndə olan futbolçumuz çatmadı topa. Bu kim idi bu? Mehdi Rızayev. Mehdi Rızayev. Mavritaniyalı futbolçu mane oldu Əmin Episodda ona. Vüsal İsayev bu imkandan yararlana bilmir. Mavritaniyalılar oyuna başlayacaqlar. 13-cü dəqiqə gedir Azərbaycan Mavritaniya görüşündə. Hesab açılmayıb. Üç komandanın 4 xalı var. Mavritaniyalılar 1-ci, millimiz 2-ci, Bəhreyn 3-cü pillədədir. Top fərqində. Üstünlüyü var Mavritaniyalıların. Yalnız buna görə onlar 1-ci pillədə qərarlaşıblar. İlk oyunda Bəhreyn ilə qarşılaşdıq. Həmin oyunda gözlənilməz bir hesabı qeydə alındı. Millimiz 1-0 hesabı ilə öndə olarkən istənməyən bir gol buraxdıq və həmin oyunda heç-heçə qeydə alındı. İkinci qarşılaşmada isə komandamız Sloveniyanı 4-0 hesabı ilə məğlub etdi. Elvin Əlizadə. Mavritaniyalılar çox sıx oynayırlar müdafiə xəttində və qısa ötürmələr belə də komandamızın köməyinə gələ bilər. Elə belə qısa ötürmələrlə də bu hücumu qurmağa çalışırdılar, sonunda alınmadı. Silla. Ağaseyid Qasımov topu ələ keçirir. Dərhal Eşqin Tağıyevə göndərdi. Mehdi Rızayev kənardan hücuma çıxmağa çalışırdı. Elvin topladı. Vüsal İsayev top bitirdi. Yan xəttdən milli komandamız oyuna başlayacaq. Vüsal İsayevlə. Elvin Əlizadə. Elvinin uzaqdan zərbəsi və top Mavritaniyalı futbolçu deyərək qapıya gelirdi. Silla imkan verməlidir. Əla bir zərbə oldu. Avtogol da indi qeydə alına bilərdi. Elvin Əlizadənin zərbəsindən sonra kapitanımız hesab açmağa yaxın idi. Görüşün 15-ci dəqiqəsində. Təmkinin zərbəsi alınmır təmkinin zərbəsi. Adətən belə epizodlarda həmişə təmkini zərbə mövqeyinə çıxarmağa çalışır futbolçularımız. Bu epizodda istədiyini edə bilmədi təcrübəli oyuncumuz. Təmkin topu qarşılayır, meydandan çıxartdı başla. Mavritaniya komandası hücum qurmağa çalışırdı. Futbolçularımız buna imkan vermədilər. Elvin Əlizadə top itirdi. Ancaq dərhal da qazanırıq. Eşqin Tağıyev. Təmkin Xəlilzadə. Elvin topladı. Təmkin dərhal irəli getdi. Vüsal İsayev. Vüsal İsayev ötürməsi dəqiq alınmadı. Mavritaniyalar anlayırlar komandamızın hücum cəhdini. Elvin Əlizadə topu meydandan çıxartdı. Əks hücum zamanı. Rəqibin oyun qurmasına imkan vermədi kapitanımız. Top Mavritaniya komandasındadır. Geriyə gedə-gedə komandamızı irəli gəlməsini istəyirlər Mavritaniyalılar. Vüsal Məsimov topu meydandan çıxarır. Növbəti dəyişikliklər ediləcək bir qədər sonra. Betah Verzek. Mustafa Seyidi. Muhammed Deva. Seyidi. Verzek. Verzek qapısı ilə oynayır. İbrahim Silla. Təhlükəli bir ötürməydi qapısına doğru vermişdi. Ancaq Silla çətinliklə də olsa topu meydandan çıxara bilir. 17 dəqiqə geridə qalıb. Yenidən dəyişikliklər oldu. Talih Babayev, Fətay Bağırov,
Ramiz Çovdarov meydana daxil oldular. Talib Babayev. Çovdarovdan zərbə. Dəqiq deyil. Ehtiyatlı olan oyuncularımıza müəyyən taktiki göstərişlər də verilir məşqçilərimiz tərəfindən. Və eyni zamanda Mavritaniya komandasının baş məşqçisi Abdulfal da Seyidini yanına çağırdı, ona da nələrsə dedi. Taktiki planda məşqçilərin tapşırıqları hər an futbolçulara verilir. Hər bir məqamda, pauzalarda. Beləcə də ehtiyatlı olarkən. Milli Gimnastika arenasında azarkeşlərin möhtəşəm dəstəyi var komandamıza. Bir an belə dayanmır fanatlar. Təbii ki, hamı qol gözləyir. Milli komandamız da çalışır buna. Tam üstünlüyümüz var oyunda. Sadəcə qol çatışmır. Talib Babayevin ötürməsindən sonra Silla topu ələ keçirdi. Mavritaniya komandasının qapıçısı yenə uzun ötürmə ilə hücuma başladı. Top heç kimə toxunmadan meydanı tərk edir. Ramiz Çovdarov, Seyid Qasımov toxunması ona ötürdü. Eşkin Tağıyev. Məhəmməd Xəlilov da meydandadır. Qarşılıqlı top itikləri var idi orada. Mavritaniya komandası topu elə keçirdi. Seyidi topu itirir. Xətay Bağırov. O da topu ayağından bıraxdı. Muhammed El-İd. Seyid Qasımov. Məhəmməd Xəlilovla oynadı. İlk nömrə futbolçumuz. Ramiz Çovdarov. Talib Babayev. Məhəmməd Xəlilov. Çox sıx müdafiə olunur. Belə müdafiə xəttini əlbəttə keçmək də heç də asan deyil. Daha çox uzaqdan zərbələr və qısa ötürmələrə fikir verir, sizə üstünlüyü verir komandamızın futbolçuları. Talib Babayev topun yan xəttdən oyuna daxil edəcək. Qapıya doğru zərbə, ən təhlükəli hücumumuz oldu bu. Əla görmüşdü həmin məqamda Xətay Bağırovu, Talib Babayev və Xətayının zərbəsindən sonra top azacıq qapının üstündən açdı. Silla da vəziyyətə nəzarət edirdi həmin epizodda. Məhəmməd qarşıladı topu. Beta Varzek. El-İd, Muhammed Seyidi. Muhammed El-İd komandanın kapitanıdır. Geriye oynadı. Yeniden Muhammed El-İd. Verzek. Diqqətli oynamaq lazımdır müdafiədə. Çatdırdı özünü bu epizodda Məhəmməd Xəlilov. Əhsən topu rəqibdən aldı. Və qaydanı da pozurlar ona qarşı. Muhammed Bakayoko. Təhlükəli oynamışdı futbolçumuza qarşı. Elvin Behtirzayev, Təmkin Xəlilzadə. Elvin Əlizadə, Vüsal İsayev. Və Eşkin Tağıyev beşliyi yenidən meydandadır. Start beşliyimiz hal-hazırda yenə mübarizə aparır meydanda. Elvin bu dəfə fikir versə cinaha çəkilib kapitanımız. Mərkəzdə bu dəfə Vüsal İsayev oynayır. Hücumları o başlayır. Təmkin. Bitirdik topu və dərhal da qazandıq. Qayda pozuntusu var. Arxadan çəkmə göstərir hakim və cərimə zərbəsi vuracaqlar Mavritaniya futbolçuları. Brahim Silla ilk hissədə artıq
son anlardı. 22-ci dəqiqə gedir. Hesab açılmayıb Azərbaycan-Mavritaniya qarşılaşmasında. Eşkin Tağıyev. Mehdi Rzayev idi bu. Vüsal Məsimov. Vüsal İsayev. İsayev topladı. Eşkin Tağıyev de oynadı. Tağıyev top özündə saxlaya bilmir, ancaq əhsən qayıdır və yenidən qazanır topu millimiz üçün. İsayev cinahlara baxır, kimi ötürmək olar. Elvin Əlizadəni düşündü. Yerlərini dəyişirlər futbolçularımız. Elvin yenidən mərkəzə keçdi. Mehdi Rzayev. Vüsal topladı. Çox sıx müdafiə olunurlar. Demək olur ki, boş mövqeyi qoymurlar Mavritaniyalılar. Gözləri də bax belə əks hücumlarla üstünlük qazanmağa çalışırlar. İndi bu epizodda millimiz topu qazandı. Vüsal İsayev istifadə etmək lazımdır. Rəqib bir qədər geç qayıtdı. Eşkin Tağıyevin zərbəsi top qapının yanından keçdi. Eşkin Tağıyev bu dəfə zərbə mövqeyinə çıxdı milli komandamızda. 95 nömrəli futbolçumuz ekranlarınızdadır. Qarşılayırıq. Meydanda saxlayır Mehdi Rzayev. İki futbolçu ona qarşı oynayır. Topu meydandan çıxartdılar Mavritaniyalılar. Komandamız topu yan xəttdən oyuna daxil edəcək. Eşkin Tağıyev yenə top qapının yanından keçir. 95 nömrəli futbolçumuzun zərbəsindən sonra. Seyid Qasımov tuttu, dərhal da oyuna başladı. Məhəmməd Xəlilov. Məhəmməd Xəlilov və son anda zərbəyə imkan vermir Mavritaniyalı müdafiəçilər. Yaxşı zərbə mövqeyinə çıxmışdı Mehdi Rzayev. Əla bir hücum qurdu. Məhəmməd Tağıyev Mehdi Rzayevi zərbə mövqeyinə çıxarmışdı. Ancaq müdafiəçilər yenə futbolçularımıza zərbə vurmaq imkanı vermədilər. Sərbəst zərbə təyin olunub. Mavritaniyalılar oyuna başlayır sərbəst zərbə ilə. Birinci hissədə son 10-cu dəqiqə gedir. Təmkin qarşıladı topu. Qayda pozuntusu yoxdur. Hakim bildirir ki, oynamaq olar. Təmkin Xəlilzadə topladı. Məhəmməd Xəlilov. Xəlilovun zərbəsi top qapının yanından keçir yenə. Daha bir epizodda sürətli hücum təşkil edə bildik. Yenə də hücumu qolla başa vura bilmirik. Bir dəqiqə artırma vaxt var birinci hissədə. Ahmet Talep top itirdi. Mehdi Rzayev. Mehdi Rzayevin ötürməsi. Yenə qapçı İbrahim Silla. Yaxşı oynayır bu epizodda. Birinci hissənin sonlarında hücumlarımız çox kəskindir. Demək olar ki, bütün komanda ilə müdafiə olunur Mavritaniya millisi. Qasımov. Dərhal kapitanımızla oynadı Elvin Əlizadə. Sürətli irəliyir, mərkəz xətti keçdi. Məhəmməd Xəlilov. Yeniden Xəlilov. Təmkin Xəlilzadə. Ötürməsi dəqiq deyil. Məhəmməd Bakayoko top ələ keçirir. Bakayoko. Uzaqdan zərbə. Top futbolçumuza dəyərək meydandan çıxır. Bu isə Mavritaniyalıların birinci hissə ərzində ən təhlükəli hücumlarından biri idi. Çox nadir hallarda olar belə epizodlarda yaxşı şans əldə edirlər. Bu da onlardan biriydi və yaxşı ki futbolçularımız vaxtında geriyə qayıda bildilər. Gücdən zərbə yerinə yetirəcək Mavritaniyalılar. Bu arada futbolçularımızdan biri zədələnib Həkim meydana daxil oldu. Eşkin Tağıyevdir bu. Ciddi bir şey yoxdur, zənn edirəm oyuna davam edə biləcək. Hələ ki onun əvəzinə Hüseyin Vəliyev meydana daxil oldu, 3 nömrəli futbolçumuz.
Və beləcə hakim ilk yarını bitirir. Birinci isə başa çatdı hörmətli tamaşaçılar. Azərbaycan Mavritaniya qarşılaşmasında hələ ki qol yoxdur. Üstünlük tam olaraq milli komandamızın tərəfindədir. Və qısa istirahətdən sonra 6-7 dəqiqədən sonra yenidən Azərbaycan Mavritaniya oyununa qayıdacağıq. Hələlik. Hörmətli tamaşaçılar, İkinci hissə başlayır. Azərbaycan 0, Milli Gimnastik Arenasından canlı yayımız davam edir. The second half has started. Bakıda keçirilən mini futbol üzrə dünya çempionatında A qrupunun oyunu 3-cü turun qarşılaşması Azərbaycan Mavritaniya görüşündə ilk yarıdan sonra hesab açılmayıb və ikinci hissəyə indi komandalar başlayacaqlar. İkinci hissəyə Mavritaniya futbolçulara başlayır. İlk hissədə tam üstünlük komandamızın tərəfində idi. Sadəcə olaraq hücumlar zamanı bir neçə epizodda qapçı, digər epizodlarda isə zərbələrin dəqiq olmaması hesabın açılmasına imkan vermədi. İkinci hissədə görə komandamız hesabı açmaq üçün nələr edəcək? Hələ ki Mavritaniyalılar topladı. Rəvan Kərimov, Ramiz Çovdarov, Samir Həmzəyev, Məhəmməd Xəlilov və Talih Babayev. Meydanda da qapçımız Ağa Seyid Qasımov da dəyişilməyib. O da ilk hissədə olduğu kimi ikinci hissədə meydanda mübarizə aparır. Talih Babayev, Çovdarov, Talih Babayev yaxşı düşünmüşdü Samir Həmzəyevi. Mavritaniyalılar topu meydandan çıxarırlar. Top yenidən milli komandamızda. Babayev, Xəlilov, Məhəmməd Xəlilov geriyə qayıtdı. Çovdarovlarıdır. Ramiz Çovdarovun zərbəsi top qapının yanından keçir. Xeyraralı keçdi qapıdan. Ramiz Çovdarovun bu zərbəsindən sonra uzaqdan zərbələrə də yetərincə çox istifadə olunur milli komandamızın futbolçuları tərəfindən. Əlbəttə, Mavritaniyalılar çox sıx müdafiə olunurlar. Belə müdafiə olunan komandaya qarşı adətən oynamaq da çətindir. Fikir verirsinizsə, hücumlar zamanı daha çox qısa ötürmələrdən istifadə etməyə çalışır futbolçularımız. Möhtəşəm atmosferi də qeyd etməliyik bu gün Milli Gimnastik Arenasında. Tam olaraq dolub bu arena. Və təbii ki, belə bir publika qarşısında oynamaq da böyük məsuliyyətdir. Qasımov. Talih Babayev. Ramiz Çovdarov. Mavritaniyalılar demək olar ki, oyun ərzində bəlkə də 3-4 dəqiqə topla olublar. Tam üstünlük komandamızın tərəfindədir. Fikir verirsinizsə, rəqib hücumları daha çox uzun ötürmələr üzərində qurur. Yan xətdən top oyuna daxilə edildi Seyidi tərəfindən. Ahmet Talib və qayda pozulur burada. İki futbolçu arasında toqquşma və sarı vərəqə göstərəcəyində hakim. Səhv etmirəmsə, Ahmet Talibin ayağa qalxmasını gözləyir. O qaydanı pozmuşdu. Özü də hətta zədələndi. Bəli, sarı vərəqə Mavritaniya komandasının 9 nömrəli oyuncusu Ahmet Talibə göstərildi. Biz də epizodun təkrarını izləyirik. Oy, fikir verir necə çobud bir oyundu doğrudan da Mavritaniyalı futbolçu tərəfindən. Və aklı olaraq hakim də bu epizodu sarı vərəqə ilə cəzalandırdı. Rəvan Kərimov. Talih Babayev. Rəvan Kərimov. Özü irəliləyir Rəvan.
Mavritaniyalılar əks hücum təşkil etmək istəyirlər. İmkan vermir futbolçularımız. Məhəmməd Xəlilov. Samir Əmzəyev topu geri ötürdü. Çovdarov. Talih Babayev. Artıq cinahını dəyişib Talih Babayev. Start beşliyimiz bir qədər sonra meydana daxil olacaq. Uzaqdan zərbə, çox təhlükəli zərbə oldu. Əla bir zərbə idi. Azacıq top qapının yanından keçir. Məhəmməd Xəlilov. Fərqlənə bilərdi milli komandamızda. Beləliklə Eşqin Tağıyev, Elvin Əlizadə, Vüsal İsayev, Təmkin Xəlilzadə. Və Mirmehdi Rızayev meydana daxil oldular. Eşqin Tağıyevin irəliləməsinə imkan vermədilər Mavritaniyalılar. İbrahim Yorqoyev. Betap Verzek. Uzun diagonal ötürmə. Elvin Əlizadə orada. Rəqib futbolçuya qarşı oynayırdı, ancaq fikir verirsə Bakayoka hər halda ötürmə verə bildi. Ancaq qapçımız yerindəydi. Top millimizdədir. Elvin Əlizadə. Ötürmə alınmadı. Top tuzağı Seyid Qasımovun üzərində gəlir. Sakitli qapçımız dərhal. Topu Vüsal İsayevə göndərdi. Elvin. Seyid Qasımov. Hücumların qurulmasında əslində çox fəal iştirak edən qapçılardandır. Amma hələ ki belə bir riskə getmir komandamız. Vüsal İsayev topu meydanda saxlaya bildi. Yenidən İsayev. Fiziki cəhətdən çox hazırlıqlı Mavritaniya komandası fikir verirsinizsə. Sıx inamla müdafiə olunurlar hələ ki. Geridə qalan 31 dəqiqə ərzində. İndi pressingdə artıq tətbiq etməyə başladılar. İsayev, Qasımov. Orada qayda pozulub. Mustafa Seyidi qaydanı pozmuşdu. Mavritaniya komandasının 7 nömrəli oyuncusu. Xəlilzadə cinaha dəyişdi. İsayevlə Xəlilzadə. Elvinlə oynadı. Seyidi Elvinə qarşı mübarizə aparırdı. Pressingdə də Elvin Məcburov qapçısı ilə oynadı. Yenidən kapitanımız topladı. İsayev. Babayev, Eşqin Tağıyev. Uzaqdan zərbə və top yenə qapıdan keçmədi. Bəxti gətirdi bu epizodda Mavritaniyalıların. Çox əla bir epizod idi. Yenə zərbə alınmadı komandamızda. Bakayoko. Və Elvin Əlizadə. Mirmehdi Rızayev. Elvin topladı. Təmkinlə oynayır. Vüsal İsayev. Ali Babayev və top meydandan çıxdı. Anlaşılmazlıq oldu futbolçularımız arasında. Tribunalardan möhtəşəm dəstək davam etməkdədir millimizə. Hər şey var, üstünlük. Qurulan əla hücumlar, texniki ustalıq, sadəcə qol çatışmır. İnanırıq ki, o da gələcək. Təmkin Xəlilzadə. Elə bir qarşılaşmadır ki, bir top, bir qol boyunun taliyini əldə edə bilər. Elvin Əlizadə az qala top itirəcəkdi. Kömək etdi ona Vüsal İsayev. Vüsal İsayev özü irəliləyir. Talih Babayev. Qapçı yaxşı oynayır. Mirmehdi Rızayev. Qapçını da keçməyə çalışırdı o epizodda. İbrahim Silla səhvə yol vermədi. Elvin Əlizadə kün zərbəsini yerinə yetirəcək. Uzaqdan zərbə, top qapının yanından keçir. Təmkin Xəlilzadə yoxladı.
ikinci hissədə 3 real belə bir epizod var. Komandamız rəqibinin qapısı qarşısında bu hissədə daha çox gol epizodu yaradıb. Doğrudan da belədir, ancaq hələ ki tam dəqiqlik çatışmır zərbələrdə. Hakim oyunu saxlayır. Qayda pozuntusu var burada. Və milli komandamız cərimə zərbəsini yerinə yetirəcək. Bugün Bəhreyn komandası Sloveniyanı 4-1 hesabı ilə məğlub etdi. Və Bəhreynin də artıq 4 xalı var. Amma onlar 3-cü pillədə qərarlaşıblar. Elvin Əlizadə yaxşı gördü komanda yoldaşını və Brahim Silla. Brahim Silla yaxşı oynayır. Daha bir gol epizodu və Mavritaniya komandasının qapıcısı əla oynayır bu epizodda. Ağaseyid Qasımov. Elvin Əlizadə imkan vermədi rəqib oyuncuya top ələ keçirməyə. Təmkin Xəlilzadə Vüsal İsayevlə oynadı. İsayev topladı. Cinahı oynayır. Təmkin Xəlilzadə Elvinə qaytardı topu. Kapitan topladı. Eşkin Tağıyev. Elvin Ərzadənin ötürməsi keçmədi. Və qaydanı pozdu Təmkin Xəlilzadə. Rəqibdən topu almaq istəyərkən onu itələdi. Təmkin Xəlilzadə hakim cərimə zərbəsi təyin edib. Muhammed Deva. Eşkin Tağıyev top ələ keçirdi. Növbəti hücumumuz başlayır. Tağıyev geriyə göndərir. 37-ci dəqiqə gedir. Azərbaycan-Mavritaniya görüşündə hesab açılmayıb. Tam üstünlüyümüz var. Həm topa nəzarətdə, həm gol epizodlarında. Və dediyim kimi yalnız hələ ki çatışmayan bir şey var, o da qoldur. Təmkin. Növbəti beşlik artıq hazır vəziyyətdə də oyuna daxil olmaq üçün. Elvin Əlizadə mərkəzə qədər heç bir Mavritaniyalı futbolçu pressing tətbiq etmir, fikir verirsinizsə hücumlarımız başlayarkən. Bəli. İndi artıq Talih Babayev, Məhəmməd Xəlilov, Samir Həmzəyev, Rəvan Kərimov və Ramiz Çovdarov oyuna daxil oldular. Babayev Çovdarovla oynayır. Samir Həmzəyev. Mavritaniyalılar topu meydandan çıxartdılar. Musiqi ilə Zurna Balabanla fanatlar bu qarşılaşmaya gəliblər və çox əla bayram əhval-ruhiyyəsi var bugün Milli Gimnastika Arenasında. Qrup mərhələsində bəlkə də rəqiblər asan görünə bilərdi, ancaq gördüyünüz kimi heç də belə deyil. Bütün rəqiblər milli komandamıza qarşı çox ciddi mübarizə aparır. Çünki futbolçularımızın, millimizin nəyə qadir olduğunu çox yaxşı bilirlər. 2023-cü ilin Avropa çempionu, son dünya çempionatının ilk dörtlüyündə olan komandamız bu dünya çempionatının da əsas favoritlərindən biridir. Ancaq artıq nə gözlənilməz nəticələr baş verməyib ki, yəni son dünya çempionu Rumıniyanın Çada məğlubiyyətini misal üçün qeyd etmək olaraq Amerika Birləşmiş Ştatlarının daha bir dünya çempionunun məğlub olması turnirin əsas sensasiyalarından biridir. Qapıya doğru zərbə Silla! Rəvan Kərimov indi başla hesab açmağa çox yaxın idi. Silla imkan vermədi. Mavritaniyalılar dərhal fikir verdinizsə yenə uzun ötürmə ilə hücum qurmağa çalışdılar. Qasımov yaxşı oynadı. Rəvan Kərimovun zərbəsi və Silla. Brahim Silla yenə mükəmməl oynayır öz qapısında.
Bugün hələ ki bütün zərbələri dəf edir, qapısına doğru olan zərbələri dəf edə bilir Mavritaniya komandasının qalkiperi. Son anda Məhəmməd Xəlilovun zərbə vurmasına imkan vermədi orada. Betah Verzek müdafiədə yaxşı oynadı. Talih Babayev. Aşırma zərbəyə hazırlaşırdı Ramiz Çovdayev. Ancaq Mavritaniyalılar topu uzaqlaşdırdılar həmin nöqtədən. Qasımov. Ağaseyid Qasımov Ramiz Çovdarov'da oynayır. Çovdarov topladı. Bəli. Yine eyni taktika ilə oynayır Mavritaniya. Sıx müdafiə olunmaqla yalnız uzun ötürmələr hesabına rəqibi əks hücumlarda yaxalamaq. Hələ ki, belə vəziyyətlərdə bir dəfə də olsun gol epizodu yarada bilməyiblər. Kərimov. Xəlilov topu yerə saldı. Ağaseyid Qasımov. Çovdarov. Talih Babayev. Növbəti hücumumuzu qurur. Məhəmməd Xəlilov. Meydanın mərkəzində növbəti hücumumuzu qurmağa çalışır futbolçularımız. Samir Əmzəyev. Çovdarov. Xəlilov cinahda. Sağ cinahdan geri gələrək topu Çovdarov ötürdü. Sol cinağı görür indi Çovdarov. Talih Babayev var həmin nöqtədə. Babayevin ötürməsi Rəvan Kərimova zərbə vurmaq imkanı vermir burada Muhammed Deva. Mavritaniyalılarda dəyişiklik edildi. Samir Əmzəyev. Başa düşmədilər Samir Əmzəyevlə Rəvan Kərimov bir-birlərini. Mavritaniya komandasında Muhammed Kebeduçe oyuna daxil olur. Rajil Babanın əvəzinə. Muhammed Deva. Seyidi. Bakrin Yark. Top meydanı tərk etmişdi, hakem bildirir. Rəvan Kərimov meydanı tərk edir komandamızda. Onun əvəzinə Mir Mehdi Rızayev meydana daxil olur. Kebeduçe. Start heyətimiz yenidən meydanda. Alt əl dəyişdirdi hakimin qərarı ilə. Qarşılaşmada 43-cü dəqiqə gedir. Elvin Əlizadə. Qapı qarşısına ötürmə etmişdi Mavritaniyalılar. Topu yenə uzaqlaşdırdılar təhlükəli nöqtədən. Ağaseyid Qasımovla oynayır. Çünki pressingi var idi orada. Rəqibin Muhammed Kebeduçe. Vüsal İsayev, Vüsal İsayev, Vüsal İsayev. Top qapıdan keçməlidir və gol! Gol! Millimiz hesabı açır. Təmkin Xəlilzadə. Baxacaq, biraz qarışıq epizod idi, təkrarı izləyəcəyik indi. Amma Vüsal İsayev epizodun mərkəzində olan futbolçudur. Və gol təbii ki Mir Mehdi Rızayevin adına yazılacaq. Nə qədər səy göstərsələr də, nə qədər topu boş qapıdan çıxarmaq istəsələr də alınmadı. Mir Mehdi Rızayev fərqlənir 43-cü dəqiqədə. Vüsal İsayevi göstərdilər bizə və təbii ki hücumu quran tərəf ilk ötürməni edən futbolçu Vüsal İsayev idi. 1-0 öndəyik. Çox önəmli gol idi komandamız üçün. Çox əhəmiyyətli gol idi. Qrup lideri kimi, A qrupunu lider kimi başa vurmaq üçün çox önəmli bir gol idi. İnşallah ardı gəlsin. Elvin Əlizadə. Coşdu bu goldan sonra Milli Gimnastika Arenası.
və zənnimcə indiyə qədər keçirilən dünya çempionatları arasında bu qədər rekord azarkeş qeydə alınmayıb qarşılaşmalarda. Bəli, orada top qapıya gedərkən artıq Təmkin Xəlilzadə topa toxunmağa çalışdı, amma Mehdi Rzayevin aktivinə yazılacaq top. Zərbəni məhz o vurmuşdu. Nə qədər Brahim Silla və onun komanda yoldaşları zərbənin qarşısını almağa çalışsalar da bacarmadılar. Elvin Əlizadə. İki futbolçunu birlikdə keçməyə çalışırdı. Yəni iki futbolçu ona qarşı mübarizə aparırdı. Out kazandı komandamız üçün kapitanımız. Ağaseyid Qasımov. Eşkin Tağıyev yenidən topu qapçımıza qaytardı. Vüsal İsayev. Azərbaycan-Mavritaniya oyununda son 5 dəqiqə, 46-cı dəqiqə gedir. Komandamız 1-0 öndədir. Mehdi Rzayev 43-cü dəqiqədə fərqləndi. Topu yenidən qazanırıq. Kapitanımız topladı Elvin Əlizadə. Geriyə Ağaseyid Qasımovla oynayır. Və belə vəziyyətlərdə xüsusilə diqqətli olmaq lazımdır. Təmkin Xəlilzadə topu kapitanımıza qaytardı. Sakit tərzdə hal-hazırda artıq hücumları qurmaq lazımdır. Çox da tələsmək lazım deyil. Futbolçularımız məhz elə belə də oynayırlar. Eşkin Tağıyev. Bəli, rəqibi üzərlərinə çəkməyə çalışırlar. Arxada belə məqamlarda boşluqlar yarana bilər. Bundan istifadə etmək lazımdır Elvin Əlizadə. Vüsal İsayev uzaqdan sərbə və Silla. Mükəmməl bir zərbə izlədik Vüsal İsayevdən. Oyunun ən yaxşılarındandır. Gol zamanına hücumumuzu da başladan futbolçu məhz o oldu. Tağıyev. Qasımov. Uzun ötürmə diagonal verdi. Elvin Əlizadə istiqamətini ancaq Mavritaniyalı futbolçunun müşahidə ilə yəni top meydanı tərk edir. Dəyişikliklər oldu indi komandamızın heyətində. İkinci beşliyimiz meydandadır. Rəvan Kərimov. Ona doğru istiqamətlənmişdi top, ancaq çata bilmədi o topa Rəvan Kərimov, çünki bir qədər öndə idi. Bir anlaşılmazlıq oldu, qısa bir anlaşılmazlıq. Rəvan Kərimov topu qazanır. Babayev. Rəvan Kərimov. İki futbolçudan keçməyə çalışırdı, alınmadı. Mavritaniyalıların hücumu başlayır. Son 2 dəqiqə. Muhammed Deva. Sərbəst zərbə. Təyin edir hakim. Ramiz Çovdarov. Xətai Bağırov. Topa toxuna bilmədi uzun ötürmədən sonra. Mavritaniyalılar hücuma başlayır. Rəvan Kərimov istifadə etmək olar. Rəvan Kərimov qapıya doğru zərbə. Dirək. Dirək qola imkan vermədi bu dəfə. Əla bir hücum təşkil etdi. Qasımov qüvvətli zərbə ilə topu irəliyə vurdu. Möhtəşəm bir hücum idi doğrudan da. İzləyirik təkrarı. Bəli. Xətai Bağırovun zərbəsindən sonra top qapı dirəyinə dəydi. Bəli, vara baxılacaq indi. Orada sənnimcə 50 oyuna görə
narazılığı var idi bizim futbolçuları tərəfindən. İndi yəqin ki, həmin epizodu yoxlayır hakimlər. Biz isə tribunalardan mükəmməl görüntülər izləyirik. Bəli, yenə də əllə oyunla bağlı məqama baxır hakimlər. Bir epizodda artıq oyunun əvvəllərində VAR-a müraciət olunmuşdu. Həmin epizodda verilən penalti qərarı dəyişdirilmişdi. Qapıcıdan direkdən qayıdan topa bəli, yenidən VAR-a baxılacaq. Bu epizodla bağlı hakim VAR monitoru qarşısında. Biz də izləyirik. Bəli, bu epizodda top Xətai Bağırov istiqamətinə gəlirdi və penalti! Penalti! Penalti qərarı verildi. Zənnimcə doğru qərardır, çünki top Xətaiyə istiqamətlənmişdi, ancaq rəqib futbolçunun əli buna imkan vermədi. Əllə topu saxladı. Bilərək də oynadı ya oynamadı, bunun fərqi yoxdur. Əsas odur ki, həmin məqamda top Xətai Bağırov istiqamətinə gəlirdi və hakimlər VAR-a baxdıqdan sonra penalti qərarını verdilər. Ramiz Çovdarov yerinə yetirəcək zərbəni. Hesabı 2-0 etmək çox önəmlidir. Ramiz Çovdarov hakimin işarəsini gözləyir. Ramiz Çovdarov hakim işarəni verir. Ramiz Çovdarov, Ramiz Çovdarov zərbə və gol! 2-0. Artırma dəqiqələrində. Ramiz Çovdarov penaltini dəqiq yerinə yetirdi və azarkeşləri yenidən coşdurdu. 2-0 millimiz öndə. Qapısını əla aldatdı 7 nömrəli futbolçumuz. Və oyunu da bitirdi. Hakimlər oyunu bitirdi, hörmətli tamaşaçılar. 2-0. Komandamız qalib gəlir Mavritaniya ilə qarşılaşmada. Son golun müəllifi ekranlarınızdadır, bu Ramiz Çovdarovdur. Azarkeşlərə öz minnətdarlığını bildirdi. Beləliklə 43-cü dəqiqədə Mir Mehdi Rzayev hakimin artırdığı dəqiqələrdə 51-ci dəqiqədə, 53 dəqiqəli 1-ci dəqiqədə Ramiz Çovdarov penalti zərbəsindən fərqləndi. Azərbaycan komandası Mavritaniyaya 2-0 hesabı ilə qalib gəlir və A qrupunda liderliyi yüksəlir. Qrup birincisi olaraq növbəti mərhələyə, play-off mərhələsinə vəsiqə qazanır. Bununla da Azərbaycan-Mavritaniya qarşılaşmasından canlı yayınımızı yekunlaşdırırıq, hörmətli tamaşaçılar. Reportajın rejissorları Elvin Qulusoy və Aydın Mustafayev, oyunu Rəşad Rafiqoğlu şərh etdi. Sağ olun, salamat qalın.